Şərti formatlaşdırmanı bir çox verilənlərə, o cümlədən cədvələ tətbiq etmək olar. Məsələn, cədvəl satış haqqında yekun məlumatlardan ibarətdir. Və deyək ki, cədvəl daxilində hər hansı bir qiymətin $10.000-dan aşağı düşdüyü halda xananın formatı dəyişsin. Bunu növbəti misalda araşdıraq. E18, E22 xanalar diapazonunu qeyd edin və format menüsünü seçin. Açılan menyuda şərti formatlaşdırma, Conditional Formatting əmrini seçin. Ekranda eyni adlı dialoq pəncərəsi yaranır. Bu pəncərədə şərt göstərilir. Birinci şərt sahəsində xananın qiyməti Sell Value is seçin və şərt kimi böyük və ya bərabərdir 10.000 şərtini göstərin. Format düyməsini basın və pəncərədə qalın stilini və rəng Color sahəsində qırmızı rəngi göstərin. OK basmaqla daxil edilmiş şərti təsdiq edin. Gördüyünüz kimi, yerinə yetirilmiş əməliyyatın nəticəsində sifarişin cəmi sütununda qoyulmuş şərtə müvafiq olan qiymətlər qeyd edilib.